Bugün sizlerle bir yerde yine kart açırıq. Ben bazı kartlar açtım. Çıxanları göstərim sizə. Bir dəqiqə. Çıxanları göstərim. Tez göstərim. Bəli. Tez oynayalım. Mən açdım dostlar. Kayıt dayanır dəqiqədə bir. Hörmətli cənablar, əziz qardaşlar, hörmətli göstərəcəm. Bugün İran İslam Respublikasının Və dostlar, FIFA kartlardır. rəsmi səfəridir. Göstərim. Səfər çox uğurlu keçir. Səfər zamanı əldə Baxın. edilmiş razılaşmalar. Budur kartlar. Bunlar da var. En bahalarından biri imzalı çıxanlardan. YouTube'da görüp almışam. Şəkili budur dostlar. Bir dənə də şəkil var idi. İmzalanmış sənədlər arasında Bəli. Bir dənə də şəkili budur dostlar. Bəyannaməni qeyd etmək Baxın. istərdim. Budur. Çok büyük bir sənətdir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənətdir. Bəli. Əlbəttə biz istərdik İndi ki, sizə açdığım kartları sayım dostlar. ticarət, iqtisadi əməkdaşlığımız da Bəli. eyni nəticələri hasil etsin. Başlayaq. Ancaq Bəli dostlar, FIFA kartları gördüyünüz kimi. Biznes forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə quruluşu Alvaro Morata, sahələrdə ciddi irəliləyiş görəcək. Haaland, Mən şadam ki, Brian, Cənab Prezidentlə bərabər Kane, Azərbaycana böyük Bale, biznes heyəti gəlir. Lionel Messi, 100-dən çox İrandan gələn iş adamı əminəm ki, Alvaro Morata, həmkarları ilə artıq təmas Cristiano, və biznes forum Gabe Pot, real Martinez, meydana gələcək. Qaha, Əminəm ki, Martinez, növbəti dəfə biz biznes forum Musia, bu toplantı Vini, salonu tam dolu. Walker. Dəqiqə. Əvvəlki şeydir, Real Madrid'də oynayan oyuncu Batshuayi, Ben Tancur, Rodrigo, Botranco, Firmino, Elə indi də digər mühüm əlaqələr Phil Foden, haklısınız. Mamardos, Sonra yenidən Salah, bununla belə Lai, vaxta qədər bir sıra tədbirlərdə Jack Rouse, görüşmək imkanım olub. Sonuncu Griezmann, iyul ayında strateji tərəfdaşlıq haqqında bəyannaməni yenə Vini, ilk beynəlxalq Pagod. şirkətində Yox. sözlə həmin görüş əməkdaşlığımızın İndi bir dənə bu kartımız qaldı. daha yüksək səviyyəyə qalxdı. İnşallah Ronaldo çıxar və Messi çıxar. Amin. Hədəfim bu ikisidir. İki dənə çıxartdım, Ronaldo və Messi. Bunda Messi çıxmaz, Ronaldo çıxar əminəm. Opsi videoda çox gözəl şeylər çıxartmışdım. İndi FIFA kartları çıxardırıq dostlar. Ən axırda ən bahalı kartları çıxartacağım. Yenə eyni Morata. Bu səfər bu başqadır. Jackpo, Lukaku, İlk olaraq sədr Si tərəfindən Çinə Frank de Jong, şərəfləndirildi. Buradakı Dipi, qonaqpərvərlik, dostluq, Kylian Mbappe, mahiyyəti həqiqətən çox e, həvəslendirici. Camavinga Yüksək səviyyəyə qaldı. və Federico Valverde. FIFA'ya çıxıb bu dostlar. İndi bahalı kartlarımıza çıxaq. Açaq. Çin rəhbəri ilə görüşlərimiz zamanı Görünüşü belədir. hər dəfə Çinə gələndə Almaq istəyirsinizsə dostlar, internetdə satılır. yeni infrastruktur layihələrini, binaları, Çox bahadır. dostlarımı sosial və iqtisadi Dəqiqə. inkişafda qeyri-adi nailiyyətlər Şimdi o cümlədən Çinin beynəlxalq aləmdəki fəaliyyəti ilə təbrik etdim.
Her zaman buraya gelmek oldukça hoştur. Hakim. Yaxşı. Hakim. Səbərik. Dayısından 5 manat. Ötən 20 il ərzində ölkənin 50 manat çıxıb dostlar bağışlayın. Özel kart dedik dostlar. inkişafla bağlı olduqların və mənə verilən 10 manat al. göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır. Bu münasibətlə sizi təbrik edirəm. Sağ olun. Bu Ah. beynəlxalq forumda iştirakınız zamanı Neymar. İçinden bir tane sakız çıktı. Çin kimi böyük Çinliyə. ölkə ilə əməkdaşlığın stratejik tərəfdaşlıq formatı Çin ilə Azərbaycan arasında iki tərəfli Yaxşı. münasibətlər çox mühüm mərhələdir. Of. Bir halda ki, hazırda Of. bu münasibətləri hər tərəfli stratejik tərəfdaşlıq səviyyəsinə Bəli. sizə əlavə sual verim. Həmin addım konkret olaraq iki tərəfli əlaqələr Bu kimiymiş? Tanımıram ben bunu. hansı mahiyyətdə Champions Lego. Əgər siz hər tərəfli strateji tərəfdaşlıq Champions Lego Crunch. Yaxşı. Bir tane de sakız çıktı. Bir tane de 50 manat. ölkələrimiz milli maraqlara Atanmadım. məsələlərdə həmrəylik və dostluq nümayişi göstərir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Oo. Biz vahid Çin siyasətini qətiyyətlə dəstəkləyir. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə istəyir. Bəli dostlar. Bunu da açaq. Gördüğünüz kimi. Ne dedik? Baha değil. Bahaymış. Dolandırıblar. Ama en azı hiç olmasa kart çıktı da. Kim olar yorumlarda yazın. Kim olar dostlar. Amcam özüm göreceğim bunu. Yorumlarda yazana o bir şey videoda açıklayacağım. En son attığım short videoya yazın dostlar. Kanalımıza abone olmadım. Üst yine kartlar çıxır. Bir tane de saqqızımız çıxdı. Başka kartımız var. Yok dostlar, kartımız qalmayıb başka. En yüksek çıxarda bildiğimiz kartları göstərirəm. Birinci Neymar. Sonra Lukaku. Tabii ki de. Başka yoktu deyəsən dostlar. Və mənə pul çıxdı. Təbii ki də o boyutda xərcləmişik. Gözəl işləmişik. Bizə də pul çıxarda bəs nə çıxsın. Yazıq uşaq. Bu boyutda pul vermişik buna. Çıxardan ya çıxmasın. Bu 500, 1000, 1500, 2000. İstəsəm dostlar sizi satın alaram. İndi gedim bunları bəzi kartları alacağım. Bəlkə gözəl şeylər çıxdı. Bəlkə 1000 manat çıxdı. Gedim bunlarla onları alacağım. Dostlar qallatıram bunlar yalancıdır. Saxtadır, saxta. İnanırsınız neyse. Bir tane de saqqızımız qaldı. Kartaş Kimya MMC'nin Çinki kimyagerlerinin ve Astex Import MMC'nin İveco markalı yük ve hususi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edir. Əvvəlcə Kartaş Kimya MMC'nin Çinki kimyagerlerinin istehsalı Bəli. Uzun kartlarımız burada. Haaland'ı planı çıxartdıq. Uzun kartlarımız burada. FIFA. Azərbaycanda 9 sənaye parkı ve 4 sənaye mühəndəsi var. Yox dostlar. 2500 pulum olub. Səhv saymışam. Üzürlü salın. Neyse. Kartlarımız bu kadar idi. Yaxşı baxın özünüzə dostlar. Pulu olanları verəcəm bunu.
Bəli dostlar, özünüzə yaxşı baxın. Sağ olun, Allahın rəhmətinə qavuşun.